Salam əziz 6-cı siniflər. Bugün biz yeni 6-cı sinif riyaziyyat dərsliyindən dərslərimizə davam edirik. Bugünkü dərsimiz tənasüb mövzusudur. Dərsə qulaq asmağa hazırsınızsa diqqətlə dinləyin və biz tənasüb mövzusu ilə tanış olaq. Sonra isə ona aid olan məsələlərə baxaq. Tənasüb nədir? İki nisbətin bərabərliyinə tənasüb deyilir. Məsələn, 8-i bölürük 4-ə 2, məsələn 10-u bölürük 5-ə 2. Yəni iki nisbət bərabərdirsə bu tənasüb adlanır. Yəni sol tərəfində cavabı 2-dir, sağında cavabı 2-dir. Yəni bu nisbətlərin hər biri 2-yə bərabərdir. Onda bu formada olan bərabərliklərə tənasüblər deyilir. Yəni biz bunu A bölünsün B bərabərdir C bölünsün D şəklində göstərə bilərik. Bunu kəsr şəklində də göstərmək olar. A bölünsün B bərabərdir C bölünsün D şəklində göstərə bilərik. Burada deməli A ilə D-yə kənar hədlər, B ilə C-yə isə orta hədlər deyilir. Tənasübün əsas xassəsi belədir ki, əsas xassəsi belədir. Yazaq buradan əsas xassə. Doğru tənasübdə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni tənasüb A bölünsün B bərabərdir. C bölünsün D şəklindədirsə, o zaman kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmalıdır. Yəni A vur D bərabərdir B vuraq C-yə. Kəsir kimi olanda, kəsir formada olanda isə bunları bu şəkildə, çarpaz şəkildə vurmaq lazımdır. O zaman da A vur D bərabər olur B vur C-yə. Məsələn, göstərdiyimiz ilk nümunəyə baxsaq, 8 bölək 4, 10 bölək 5 nümunəsinə fikir versəz, görərsiniz ki, kənar hədlər, məsələn 8 ilə 5-i bir-birinə vuran zaman nə edər? 40. 4-ü ona vuran zaman nə edər? 40. Doğrudan da kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Tənasübdə belə bir xassə var ki, doğru tənasübdə əgər biz kənar hədlərin yerini dəyişsək, tənasübün doğruluğu pozulmaz. Baxaq belə, burada biz əsas xassəni tətbiq eləyəndə necə yazırdıq? A vur D bərabərdir B vur C. İndi kənar hədlərin yerini dəyişək. Yazaq D böl B bərabərdir C böl A. Yenə də tənasübün əsas xassəsini tətbiq eləsək, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olar. D vur A bərabərdir B vur C. Bu da birinci hal ilə analoji hal olaraq qalar. Yəni ki, tənasübün əsas xassəsinin doğruluğu ödənər. Bu, orta hədlər üçün də yetərlidir. Yəni, orta hədlərində yerini dəyişsək, tənasübün doğruluğu pozulmaz. İndi isə mövzuya aid olan tapşırıqlara baxaq. Məsələn, birinci tapşırığa baxaq. Nisbətlərin ekvivalent olduğunu göstərməklə onların tənasüb əmələ gətirdiyini əsaslandırın. Tənasübün kənar və orta hədlərini göstərin. A bəndinə baxsaq, 8 bölünsün 12 bərabərdir 4 bölək 6. İndi biz bunun tənasüb olduğunu əsaslandırmaq üçün kənar və orta hədlərin hasilinə fikir verək. Baxırıq, 8 vuraq 6 edər 48. 12 vuraq 4 edər 48. Deməli, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər oldu. Yəni, tənasübün doğruluğu təsdiq olundu. Yəni, bu tənasübdür. Mən burada üstəgələk yazdım. Yəni, tənasübdür. İstəsəz siz möhtərizdə yaza bilərsiniz ki, tənasübdür. Bu şəkildə də yaza bilərsiniz.
Baxaq B variantına. 3 bölünsün 4,5 bərabərdir 16 bölünsün 24. Buradan kənar və orta hədlərə baxsaq, 3'ü vursaq 24'ə 72 və 4/5'i vursaq 16'ya. Bu da 70 olar. Burada da tənasübün doğruluğu təsdiq olundu. Yəni bu da tənasübdür. Baxaq D variantına. D variantına baxsaq 1/2 bölünsün 8 bərabərdir 1/8 bölünsün 12. Burada isə baxsaq, yəni çarpaz şəkildə baxaq bu hasillərə. 1/2'ni vuraq 12'yə edər 14/4. 8'i vuraq 1/8'ə edər 14/4. Və buradan aydındır olur ki, bu da tənasübdür. Tənasübdür. Baxaq C variantına. 21 bölünsün 39 bərabərdir 35 bölünsün 65. Burada da bunların çarpar şəkildə hasilinə baxsaq, bu şəkildə 21 vuraq 65 bərabərdir 39 vur 35'ə də baxaq və bunları hesablasaq. Min 365 Hər ikisi 1365'ə bərabər oldu. Deməli, bu da tənasübdür. Yəni tənasübün doğruluğu təsdiq olundu. Tənasübdür. Yəni bir nömrəli tapşırığın hər 4 variantında hər biri tənasüb olması şərtini ödədi. Baxaq. Burada söyləyir ki, əlavə olaraq kənar və orta hədləri göstərin. Kənar və orta hədləri də bu şəkildə yaza bilərsiniz. Kənar hədlər, məsələn, hansılardır? 3 və 24. Orta hədlər hansılardır? 4/5 və 16. Yəni bu şəkildə kənar və orta hədləri hər birində göstərə bilərsiniz. Baxaq 2-yə. Verilmiş nisbəti sadələşdirin və ona ekvivalent nisbət yazmaqla tənasüb qurun. A bəndinə baxsaq 6'nın 3'ə. 6'nın 3'ə nisbətinin hər birini 3'ə bölsək, o zaman 2'nin 1'ə nisbəti alınmış olar. İndi fikir versək, görürük ki, kənar və orta hədlərə fikir verək. 6'nı 1'ə vursaq 6, 3'ü 2'yə vursaq 6. Yəni tənasüb, doğru tənasüb yarandı. B variant. 14'ün 7'yə nisbətinə baxaq. Hər iki həddi 7'yə ixtisar etsək, 14 7'yə 2, 7 7'yə 1. C varianta baxsaq, 12'nin 4'ə nisbəti. 12'ni 4'ə bölsək 3, 4'ü 4'ə bölsək 1. D-yə baxsaq, 36 bölü 24'ü 12'yə ixtisar etsək, 36'nı 12'yə bölsək 3, 24'ü 12'yə bölsək 2. Çarpaz şəkildə vursaq, fikir verirsinizsə görürsünüz 36'nı 2'yə 72, 24'ü 3'ə 72. Yəni tənasübün doğruluğu təsdiq olunur. Y variantına baxsaq, 30'un 45'ə nisbəti 15'ə ixtisar etsək, yəni 30'u 15'ə bölsək 2, 45'i 15'ə bölsək 3. F variantına baxsaq, 27'ni bölsək 63'ə və hər tərəfi 9'a ixtisar etsək, yəni sürət və məxrəci 7'də 3 almış olarıq. Bu şəkildə yazdıq. Baxaq 3-cüyə.
Fikirlərin doğruluğunu yoxlayın. Ekvivalent nisbətləri tənasüb şəklində yazın. A variantına baxaq. 51-in 24-ə nisbəti bərabərdir 34-ün 16-ya. İndi fikirlərin doğruluğunu yoxlamaq üçün biz kənar və orta hədlərin hasilinə baxmalıyıq ki, görək doğrudan da tənasübdür yoxsa yox. Burada kənar və orta hədlərin hasilinə baxsaq, 51-i vuraq 16-ya və 24-ü vuraq 34-ə. İndi bunları hesablayaq. 816, 51-in 16-ya hasili. İndi isə 24-ün 34-ə hasilinə baxaq. 816. Deməli, doğrudan da bu tənasübdür. Baxaq B variantına. 12-nin 14-ə nisbəti, 12-nin 14-ə nisbəti bərabərdir 25-in 35-ə. 25-in 35-ə. İndi biz burada kənar və orta hədlərin hasilinə baxsaq, bu şəkildə 12-ni vursaq 35-ə bərabərdir və 14-ü vursaq 25-ə da bərabərdir. Bunları hesablayıb yazsaq, 420 12 vur 35 edər. 14'ü də 25'ə vursaq 350 edər. On 2'nin 14'e 25'in 35'e. Burada tənasüb alınmadı. Çünki sol tərəf 4 belə kənar hədlərin hasili 420, orta hədlərin hasili isə 350'dir. Deməli burada tənasübün doğruluğu şərti ödənmədir. Yəni tənasüb deyil. Tənasüb deyil. A variantı isə tənasübdür. Baxaq C variantına. 2,5'in 4'ə nisbəti 35'in 56'ya nisbət. İndi burada da kənar və orta hədlərin hasilinə baxsaq, 2,5'i vursaq, kənarları da qeyd edək, ortaları da. 2,5'i vursaq 56'ya 140. 4'ü vursaq 35'ə 140. Bu tənasübdür. Tənasübdür. Baxaq 5-ci tapşırığa. Tənasübün əsas xassəsindən istifadə etməklə nisbətlərin tənasüb əmələ gətirib gətirmədiyini müəyyən edin. Deməli, baxırıq. Birinci, 15'in 10'a nisbəti və 9'un 6'ya nisbət. İndi biz burada baxırıq. 15'i 10'a bölərkən nə düşür? 15 bölək. Bu üsulla hesablayaq. İndi bərabər qoyaq bunların arasına bu nisbətlərin. İndi yoxlayaq, tənasübün əsas xassəsini tətbiq edək. 15'i vursaq 6'ya edər 90 və 10'u vursaq 9'a edər 90. Deməli, bu doğrudan da tənasübdür. Tənasübdür.
Baxaq ikinciyə. 6 bölünsün 10 bərabərdir 18 bölünsün 30. 6'nı çarpaz şəkildə vururuq bunlarda. Bu şəkildə vururuq. Bu şəkildə. 6'nı vursaq 30'a 180 və 10'u vursaq 18'ə 180. Deməli bu da tənasübdür. Yəni kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər oldu. Baxaq üçüncüyə. 0,6 bölünsün 4 bərabərdir 3 bölünsün 20. Buradan da 0,6'nı vursaq 20'yə bərabər olar 12. 4'ü vursaq 3'ə bərabərdir 12. Deməli, sağ və sol hasillər, yəni kənar və orta hədlərin hasilləri bərabərdir. Deməli, tənasübdür. Dördüncüyə baxsaq, 3 bölünsün 5 bərabərdir 45 bölünsün 75. Çarpaz vursaq, 3 vurulsun 75. 5 vurulsun 45. Bu 225 eder. Bu da 225 eder. Yəni kənar hədlərin hasili yenə də orta hədlərin hasilinə doğruluğu alındı. Bu da tənasübdür. Baxaq 5-ciyə. 1,8 bölünsün 4 bərabərdir 5'də 2 bölünsün 3. 1,8'i vursaq 3'ə edər 5,4. 4'ü vursaq 5'də 2'yə bərabər eləyər 1,6. Bu tənasüb olmadı. Çünki kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olmadı. Baxaq 6-cı tapşırığa. 4'də 3'ün 7'də 3'ə nisbəti bərabərdir 8'də 7'nin 2'də 1'ə nisbətinə. Bunları baxsaq biz. 4'də 3'ü kənar hədlərin hasilinə baxaq və orta hədlərin hasillərinə baxaq. Bunları hesablasaq alarıq 8'də 3. Burada isə 8'də 3 burada da alınır. Deməli tənasübdür. Tənasübdür. Burada 7'lər ixtisar olur. Nəhayət 8-ciyə burada nömrələrdə baxın. 1, 2, 3, 4, 5, 6. 6. Burada 7'ci 3'də 4 bərabərdir 9'da 12. Və çarpaz vurup baxsaq 4'ün 9'a 36, 3'ün 12'yə 36. Bu da tənasübdür. Nəhayət sonuncuya baxsaq 8 bölünsün 18 bərabərdir 12 bölək 27. Və çarpaz şəkildə vursaq 8 vuraq 27. Bir də 18 vuraq 12. Bunları hesablasaq 216 və 216 tənasübdür. Baxaq 6 nömrəli tapşırığa.
Nisbətlərin tənasübü əmələ gətirib-gətirmədiyini yoxlayın. Tənasübdə uyğun hədlərin yerini dəyişməklə yeni tənasüb yazın. A variantına baxsaq, 4-ün 5-ə bərabərdir 12-nin 15-ə. Görək tənasübdür yoxsa yox. İlk öncə bunu yoxlayaq. Kənar və orta hədlərin hasilinə baxaq. 4 vuraq 15 bərabər 60. 5 vuraq 12 bərabər 60. Tənasübdür. Tənasübdür. İndi tənasübdə uyğun hədlərin yerini dəyişməklə. Məsələn, kənar hədlərin yerini dəyişək. Necə yazarıq? 15 bölək 5 bərabərdir 12 bölək 4. Orta hədlərlə yerini dəyişməklə almaq olar. Məsələn, 4 bölünsün 12 bərabərdir 5 bölünsün 15. Bu şəkildə də yazmaq olar. Baxaq C variantına. 1/2 bölünsün 1/2 bölünsün 1/8 bərabərdir 2-nin 3-ə. Kənar və orta hədlərin hasilinə baxsaq, 1/2 vuraq 3 bərabər 3/6. 1/8 vuraq 2 bərabər 3/6. Bu da tənasübdür. Tənasübdür. İndi kənar hədlərin yerini dəyişsək, yəni 3 ilə 1/2-nin 3 bölünsün 1/8 bərabərdir 2 bölünsün 1/2. Orta hədlərin yerini dəyişsək, bərabərdir 1/8 bölünsün 3. B və D variantlarına siz baxarsınız. Yəni çox asan bir misallardır. Baxsaq 7-yə. Tənasübün əsas xassəsindən istifadə etməklə məhsulu tapın. A variantına baxaq. 6 bölünsün x bərabər 12 bölünsün 28. X vuraq 12 bərabərdir 6 vuraq 28. X bərabərdir 6 vuraq 28-i bölsək 12-yə edər 14. B-yə baxaq. İki bölək 9 bərabərdir x bölünsün 63. Çarpaz şəkildə vursaq və hər tərəfi 9-a bölsək 14 almış olarıq. Baxaq C variantına. 3-ün 4-ə bərabərdir y-in 8-ə. Yenə kənar və orta hədlərin hasilinə baxsaq, 4 vur y bərabərdir 3 vuraq 8. Y bərabərdir 3 vur 8 24. 24-ü 4-ə bölsək 6. D-yə baxaq. 21 bölünsün 5 bərabər 35 bölünsün y. Və çarpaz şəkildə vursaq, 21 vurulsun y bərabər 5 vurulsun 35. Buradan y bərabərdir 5 vurulsun 35 bölünsün 21. Buradan da bunu 7'ye bölsək 5, bunu 7'ye bölsək 3. Oldu 3'də 25. Bu da bərabərdir 8 tam 3'də 1. Baxaq F variantına. M bölünsün 3 bərabərdir 35 bölünsün 12. M vurulsun 12 bərabər 3 vurulsun 35. M bərabərdir
3 vurulsun 35 bölünsün 12. Bu da beraberdir. 4'te 35. 35'i də 4'ə bölsək 8 tam 4'te 3. Yəni belə də yaza bilərik. 8 tam 75 kimi də yazmaq olar. İstəsəz, yəni onluq kəsirlə də göstərə bilərsiniz. Son olaraq baxaq H variantına. X plus 2 bölünsün 2 bərabərdir 6 bölünsün 3. X plus 2'ni vurursunuz 3'e beraber 2'ni vurursunuz 6'ya. 3x plus 6 beraber 12. 3x beraber 6, x beraber de 2. Baxaq 8-ci tapşırığa. Verilmiş bərabərliyə görə müxtəlif tənasüblər yazın. A variant. 6 vur 8 bərabər 4 vur 12. Məsələn, biz burada 6 vur 8'ə kənar hədlər, 4 vur 2'yə də orta hədd kimi baxsaq, 6 bölək 4 bərabərdir 12 bölünsün 8 kimi yaza bilərik. Və belə də yaza bilərik. 4'ün 6'ya, 8'in 12'yə. Yəni bu şəkildə də göstərmək olar. Bu birinci olsun, bu da ikinci. Başqa birinə baxsaq, məsələn B-yə baxsaq, 9 vurulsun 16 bərabərdir 18 vurulsun 8. 9 bölünsün 18 bərabərdir 8 bölünsün 16. Belə yaza bilərik. Və ya 18 bölünsün 9 bərabərdir 16 bölünsün 8 yaza bilərik. C variantına baxsaq, 3 vuraq 12 bərabərdir 4 vurulsun 9. Yazsaq, 3'ün deməli 12'yə nisbəti, 3'ün kənar hədd belə götürək də, 4'ə 9'un 12'yə, ikinci belə götürək, 4'ün 3'ə, 12'nin 9'a. Burada başqa yer dəyişmələr də yazmaq olar. D variantına baxsaq, 2 vurulsun 15 bərabərdir 3 vurulsun 10. 2'nin 10'a, 2'nin deməli 3'ə, 10'un 15'ə, ikincidə isə 3'ün 2'yə bərabər 15'in 10'a və s. Yəni başqa formalarda da göstərmək olar. Baxaq 9'a. Verilən ədədlərdən istifadə etməklə mümkün tənasüblər yazın. A variantında baxaq, 4'dür, 5'dir, 8'dir, 10'dur. Belə yaza bilərik. Məsələn, 4'ün 8'ə, 5'in 10'a. Başqa cür nə cür yazmaq olar? Başqa cür belə yaza bilərik. Və ya 8'in 4'ə, 10'un 5'ə kifayət edər. Baxaq B variantına. 6, 8, 9, 12. Məsələn, 6'nın 9'a, 8'in 12'yə belə göstərmək olar. Məsələn, başqa cür belə yaza bilərik. 9'un 6'ya, 12'nin 8'ə və s. C variantında 8'in 2'ye bərabərdir
8-in 2-yə götürməyək. Məsələn, 8-in 16-ya, 1-in 2-yə belə yaza bilərik. 16-nın 8-ə, 2-nin 1-ə belə yaza bilərik. D variantına baxsaq, 3-ün 18-ə, 3-ün 27-yə yazaq, 2-nin 18-ə, 27-nin 3-ə, 18-in 2-yə. Onuncu tapşırığa baxaq. Şərtə uyğun 3 tənasüb qurun. Kənar hədləri 6 və 10 olan A bəndə olsun. Kənar hədləri 6 və 10 olan bu şəkildə, deməli, məsələn, biz buraya yaza bilərik 3. Çünki 6-nı 3-ə böləndə 2 edər. Buraya yaza bilərik 20. Hərəsinə 3 tənasüb qurmaq lazımdır. Məsələn, 6-nı bölərik 4-ə. Buraya yazarıq 15 bölək 10. Və ya bunlardan hansınısa yer dəyişməsində yaza bilərik. 4-ün kənar hədlər 6 ilə 10 olsun da ortaya düşməsin. Onda başqa birini yazaq. 6-nın məsələn 2-yə, 30-un 10-a bu şəkildə yazmaq olar. Məsələn, baxaq C variantına. Kənar hədləri 8 və 20 olan. Məsələn, 8 və 20 olan belə yazaq. 8-in 4-ə, 40-ın 20-yə, 8-in 2-yə, 8-in 2-yə, 80-in 20-yə, sonra başqa biri 8-in məsələn 5-ə, 36-nın 20-yə, 36 götürməyə 32 götürək, 32-nin 20-yə və s. Baxaq 11-ə. Boş xanaya elə ədəd tapın ki, alınan 4 ədəddən tənasüb qurmaq mümkün olsun. Hər üçlük üçün neçə müxtəlif ədəd seçmək olar? Fikrinizi əsaslandırın. Bir neçə nümunə göstərək. Məncə kifayət edər. Ədədlər 1-dir, 2-dir, 5-dir. 4-cü ədəd isə yoxdur. Məsələn, belə yaza bilərik. 1-in 2-yə nisbəti bərabərdir 5-in 10-a. Bu cür yazmaq olar. 1-in 5-ə, 1-in 5-ə, 2-nin məsələn 10-a belə yazmaq olar. Başqa nə yaza bilərik? 2-nin 1-ə bərabərdir. Məsələn, 10-un 5-ə yaza bilərik. Və s. C variantına baxsaq, 2-dir, 5-dir, 6-dır. 4-cü ədəd isə yoxdur. Məsələn, 5-in 2-yə, 5-in 2-yə götürə bilərik. 4-ün bu sağ tərəfi isə belə yaza bilərik ki, məsələn, 15-in 6-ya, başqa cür 2-nin 5-ə yaza bilərik, 6-nın 15-ə yaza bilərik. Başqa cür nə cür yaza bilərik?
Başqa cür belə yaza bilərik ki, məsələn 6-nın 2-yə, 15-in 5-ə belə və s. də bu formalarda yazmaq olar. Baxaq 12-yə. Suallara cavab verin. Düzbucaqlının uzunluğu və eni 4-ün 3-ə nisbətindədir. Düzbucaqlının uzunluğuna 6 metr olarsa, eni nə qədərdir? Tənasüb qurmaqla daha sadə yolla həll etmək olar. Tutaq ki, eninin uzunluğunun eninə olan nisbəti 4-ün 3-ədir. Uzunluq 6-dır, en isə x olsun. Və biz burada tənasübün əsas xassəsini tətbiq etsək, bu şəkildə naməlum tərəfə, yəni enini tapa bilərik. 4,5. B variantına baxaq. Samirin yaşı ilə bacısının yaşı 3-ün 2-yə nisbətindədir. Samirin 12 yaşı varsa, bacısının neçə yaşı var? Tutaq ki, Samirin 12 yaşı var. Samirin yaşı 12-dir. Bacısının yaşı tutaq ki, x-dır. Və biz bunu necə yaza bilərik? 3-ün 2-yə nisbəti şəklində yaza bilərik. Və buradan 3x bərabər 12-ni 2-yə vursaq 24, x bərabər 8 olar. Deməli, bacının 8 yaşı vardır. Baxaq C variantına. Sinifdə 10 qız var. Oğlanların sayı ilə qızların sayı 6-nın 5-ədir. Sinifdə oğlanların sayı nə qədərdir? Oğlanların sayı x olsun. X olsun oğlanların sayı. Oğlanların sayı ilə qızların sayının nisbəti 6-nın 5-ə olduğuna görə x bölək 10-u bərabər edirik 6-nın 5-ə. Və buradan da 5x bərabər 60, x bərabər 12 almış oluruq. Deməli, 12 oğlan vardır. Baxaq 13-ə. Usta Əli ay ərzində gəlirinin bir hissəsini xərclədikdən sonra qalan pulu yığım kimi saxlayır. Onun xərclədiyi pulun yığdığı pula nisbəti 3-ün 1-ədir. Deməli, xərclədiyi pulun yığdığı pula nisbəti 3-ün 1-ədir. İndi A varianta baxaq. Usta Əlinin birinci ay yığımı 120 manat olmuşsa, onun xərci nə qədər olmuşdur? Deməli, orada nisbət xərclədiyi pulun yığdığı puladır. Yəni, şərti əvvəlcə belə yazaq. Xərclədiyi bölsün yığıma bərabərdir 3-ün 1-ə. Daha varianta baxsaq, əgər deməli, onun birinci ay yığımı 120 olubsa, xərclədiyi x olsun. X-in 120-yə bərabər 3-ün 1-ə və tənasübün xassəsindən istifadə etsək, x vur 1 bərabər 120 vuraq 3, x bərabər 360 olar. B variantına baxsaq, Usta Əli ikinci ay 630 manat xərcləyibsə, indi deməli, onun yığımına x deyək. Yenə də 3-ün 1-ə yazaq. Buradan da 3x bərabərdir 630 vuraq 3 vuraq 1. 1. Buradan da x bərabərdir
210. 633'e bölsək 210. Bu da bunun yığımıdır. Yığım. İndi sual olunur ki, cəmi nə qədər pul elə qazanmışdı da. 630 manat xərcləyib, 210 manat da yığıb, yəni saxlayıb yəni. Bu da edir 840 manat. Yəni aylıq qazancı 840 manat olmuşdur. Baxaq 14-ə. Lalənin markalarının sayı ilə Elxanın markalarının sayı 3-ün 5-ə nisbətindədir. Lalənin 18 markası var. A varianta baxaq. Lalənin 18 markası var. Elxanın olsun X marka. Bu da bərabərdir 3-ün 5-ə. Və buradan 3x bərabərdir 18 vurulsun 5. 18-i 5-ə vursaq 90 və 90-ı 3-ə bölsək 30. Deməli bu zaman Elxanın 30 markası olmuş olar. B variantına baxsaq, Lalə bir neçə marka aldı və bundan sonra onun markalarının Elxanın markalarının sayına nisbəti 2-nin 3-ə oldu. Lalə neçə marka aldı? İndi Elxanın markasının sayı 30 götürək də onda. 30 götürək. Onda Lalə bir neçə marka aldısa, tutaq ki X marka aldı. 18 plus X bölünsün 30 bərabərdir 2-nin 3-ə. İndi buradan da tənasübül əsas xassəsini tətbiq etsək, 18 plus X-i vursaq 3-ə bərabərdir 30 vuraq 2. Buradan da 18 plus X bərabərdir 20. X bərabərdir 20 çıxılsın 18. X bərabərdir 2. Lalə 2 marka almışdır. Baxaq 15-ə. 1 kiloqram kökədən 600 qram kökdən. Üzr hesab edin, səhv oxudum. 1 kiloqram kökdən 600 qram şirə alınır. Qalanı isə itkiyə gedir. Kök şirəsinin deməli çıxan itkiyə nisbətini tapaq. A variantı. Kök cəmi 1 kiloqramdırsa ondan 600 qram şirə alınır. Yəni 400 qramı itkiyə gedir. Onda nisbət nə şəkildə olur? Yəni ki 600-ün 400-ə nisbətinə baxsaq və buradan hər tərəfi 200-ə ixtisar etsək 3-ün 2-yə. Yəni elə bir şirə ilə itkinin nisbəti 3-ün 2-yədir. üçün 2-yə. Bu oldu A bəndi. B bəndinə baxsaq, 2 kiloqram kökdən şirə çəkərkən nə qədər itkiyə gedər? 2 kiloqram kökdən. 2 kiloqramı çevirək qrama, olsun 2000 qram. 2000-i bölək 3 plus 2-yə. O da 2000 bölək 5 edər. 400. İtkinin nisbəti 2 olduğuna görə 2-ni vururuq 400-ə, eləyər 800 qram. Yəni 2 kiloqram kök çəkdikdə 800 qram itkiyə gedər. C variantı. 3 kiloqram kök şirəsi almaq üçün neçə kiloqram kök lazımdır? Deməli, kökün öz nisbətində şirə ilə itkinin nisbəti 3-ün 2-yə olduğuna görə və 3 kiloqram kök şirəsi almaq üçün deməli 3 kiloqram
kökdürsə, x kiloqramda itkiyə gedibsə, bu olmalıdır 3-ün 2-yə. Və buradan alırıq ki, x 2 kiloqram olmalıdır itki. 2 kiloqram itki və itki ilə qalan soku toplasaq 5 kiloqram olmuş olar. Yəni 5 kiloqram kök alınmalıdır ki, ondan 3 kiloqram şirə çəkilmiş olsun. Baxaq 16-cı tapşırığa. Qutuda 10 ağ və 10 qırmızı top var. Qutuya 2 ağ top və bir neçə qırmızı top əlavə edildikdən sonra ağ və qırmızı topların saylar nisbəti 3-ün 4-ə oldu. Qutuya neçə qırmızı top əlavə olundu? Deməli, ağ topların sayı 10-dur. Qırmızıların da sayı 10-dur. Qutuya 2 ağ top və bir neçə qırmızı top əlavə olunub. Tutaq ki, onda ağ top əlavə olunubsa, olur 10 plus 2-nin 10 plus x də qırmızı top əlavə olunub. Və bunların nisbəti bərabərdir 3-ün 4-ə. İndi 10 plus 2 12 edər. 12-nin 10 plus x-a nisbəti bərabərdir 3-ün 4-ə nisbətinə. Və biz burada tənasübün əsas xassəsini tətbiq etsək, 10 plus x-i 4-ə vuraq və 12-ni 3-ə vuraq. Və buradan deməli 10 plus x bərabər olar 9-a. 9-a. Bir dəqiqə. Buradan 12-ni 4-ə. Həmən burada yanlışlıq etmişəm. Kənar hədd, orta hədd. Kənar hədlər 12 ilə 4 daxı. O zaman deməli 10 plus x-i biz 3-ə vurmalıyıq. 12-ni 4-ə vurmalıyıq. Və buradan da 12-ni 4-ə vurub 3-ə bölsək 16 almış olarıq. Və x da bərabər olar 6-ya. Deməli 6 ədəd qırmızı top qutuya əlavə olunmuşdur. Bugünkü dərsimiz bu qədər uşaqlar. Dərsimizə baxıb bəyənməyi unutmayın. Abunə olun kanalımıza. Abunə olun ki, hər gün çəkilən yeni dərslər sizə çatsın və siz onlara baxıb yararlanasınız. Hələlik sağ olun.